Gəl çıx da ay vəfasız, gəl çıx da. Gözümüzün kökü saraldı səndən ötürü. Gəl çıx da. Dayan bu gözəlliyə baxın siz Allah. Möhtəşəm. Necə də forma yaraşır buna. Dostlar, hamıya salam, hər vaxtınız xeyir olsun. Fıdı Futbol kanalına xoş gəlmisiniz. Hamınızı salamlayıram. Qeyd etmək istəyirəm ki, artıq biz 6 aydan çoxdur ki, bu sfera üzərində işləyirik. Yəni məni görürsüz, məni tanıyırsınız. Hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Dəstək olursunuz. Xoş sözlər deyirsiniz, pis sözlər deyərlər də var. Onları da qəbul edirik. Hər şey qaydasındadır. Amma sizdən bir xahişim var. YouTube kanalımızın inkişafı çox zəif gedir və sizdən xahiş edirəm ki, videoya baxmamışdan öncə kanala abunə olun və videonu bəyənin. Və o zınqırovu bassaz lap super olar ki, bundan sonra çıxan videolar qabağınıza ən birinci çıxsın. Başladıq. Hə dostlar, belə-belə işlər, töküldü dişlər. Axır ki, nəsə inkişaf var, nəsə tərpəniş var. Nico Williams Barcelona'ya bundan yaxın olmayıb. Və yayılan məlumatlara əsasən Nico Williams yaxın günlərdə artıq rəsmən Barcelona'nın oyunçusu olacaq. Belə bir məlumatlar yayılıb, artıq bütün insiderlar, başda Fabrizio Romano bu haqda məlumat verib. Və Nico Williams'ın transferi Barça üçün uğurlu olacaq, olmayacaq. Biz bugün bu haqda danışacağıq. Nico Williams. Artıq biz bilirik ki, Nico Williams nağılı keçən ildən davam edir. Barcelona artıq neçə illərdir ki, Nico Williams'ı izləyir və onu komandaya gətirmək istəyir və keçən il buna çox yaxın idi. Amma Nico bildirdi ki, Barcelona'nın maddi problemlərinə görə risk edib komandanı tərk etmək istəmir və bir mövsümdə Bilbao'da qalmaq istəyir. Amma bu mövsüm isə artıq qəti qərar verib ki, komandadan ayrılacaq və hansısa top kluba transfer olacaq. Və onun prioritet seçimi bizim sevimli komandamız Barcelona'dır. Bunun ən böyük səbəblərindən biri nədir? Mənə görə bu mənim şəxsi fikrimdir. İndi siz də öz fikirlərinizi bildirə bilərsiniz bu haqda. Nico Williams'ın Barcelona'ya transfer olunmasının istəməsinin ən böyük səbəblərindən biri Barcelona'da İspan futbolçuların çoxluq təşkil etməsidir. Başda Lamine Yamal, Pedri, Olmo və digər oyunçuların olmasıdır. Çünki o bilir ki, Barcelona'ya transfer olsa yeni aura, yeni adaptasiya dövrü bir o qədər də çətin olmayacaq. Və burada Lamine Yamal'la onun dostluğu, onun bərk münasibətləri daha da onu güclü edə bilər. Çünki biz görürük ki, Lamine Yamal'la Nico Williams millidə möhtəşəm futbol oynayırlar. Özdə mən fikir vermişəm ki, Nico Williams millidəki oyunuyla Bilbao'dakı oyunu tam başqa bir oyundur. Tam başqa bir oyundur. Yəni Bilbao'dakı Nico Williams elə bir ki, biraz solğun, biraz qorxaq futbol oynayır. Amma İspaniyada daha belə çevik, daha belə lider xarakterli futbol oynayır. Və mən inanıram ki, o Barcelona'ya transfer olsa möhtəşəm işlər görə bilərik hücum xəttində. Möhtəşəm işlər görə bilərik. Çünki Nico Williams driblingdən qorxan oyuncu deyil. Həmişə ikili mübarizələrə gedən oyuncudur və bitiriciliyi də yaxşıdır. Və hətta nəzərə alsaq ki, bitiriciliyi Lamine Yamal'dan daha keyfiyyətlidir. Bunu bilməliyik. Və artıq bizim sağ cinahımızda Lamine kimi driblyor varsa, texnikal oyuncu varsa, solda da onun səviyyəsində belə bir oyuncu varsa, yəni bizim gələn mövsüm hücumumuz canavar ola bilər. Özdə Rafinha'nı da onların arxasına qoyub, üzr istəyirəm, Rafinha'nı da hücumçunun arxasına qoysaq və belə oynasaq, yəni bu sürətli hücum xəttinin qarşısını heç kim ala bilməz. Əgər nəzərə alsaq ki, Rafinha növbəti mövsümdə, bu mövsümdə olduğu kimi performans nümayiş etdirsə. Bir dənə laxlayan yerimiz hücum olacaq, 9 nömrə problemimiz olacaq, ümidimiz yenə də Levaya olacaq və burada belə deyirlər ki, güya Rashford transferi də oluna bilər. Əgər Rashford da komandaya gəlsə, bu başqa məsələ. Burada söhbət tam başqa istiqamətə gedir. Rashford transferi
və Nico Williams transferi Barselonanı doğrudan da gələn mövsüm bütün turnirlərdə ən böyük favoritlərdən biri edə bilər. Bəli, Rashford bu dəqiqə wow, oh my god, yəni möhtəşəm bir oyuncu deyil. Amma mən inanıram ki, Rashford Barsaya gəlsə, Flick onun üzərində işləyəcək, ona öz sehirli əlini vuracaq və o da inkişaf edib əvvəlki performansını göstərə biləcək. Mən buna inanıram. Ən azından Lewandowski-ni əvəz edə biləcək top klass oyunculardan biridir. Çünki bu mövsüm qışda Aston Villa'ya transfer olandan sonra Rashford göstərdi ki, bəzi problemlər var ki, onluq deyil. Manchester United-də idi. Və Aston Villa'da Rashford bir o qədər də pis oynamadı. Gözəl futbol oynadı. Komandaya çoxlu pozitiv əmək qatdı işinə. Və ona görə Rashforddan mən bir o qədər də qorxmuram və inanıram ki, Rashford Barselonaya gəlsə uğurlu ola bilər. Gəlin indi Nico Williams'ın digər üstünlüklərindən danışaq. Nico Williams elə bir oyuncudur ki, həm solda, həm sağda oynaya bilər. Misal üçün, Allah eləməsin, gələcək mövsümdə Lamine Yamal zədələnsə, avtomatik olaraq Nico Williams sağ cinahda onun yerində oynaya bilər və onu əvəz edə bilər. Və Nico Williams'ın bu üstünlüyü doğrudan da möhtəşəmdir. Məsələn, başqa wingerlər var ki, məsələn, Rashford'un özü. Rashford winger kimi də oynayır, hücumçu kimi də oynayır, amma sağda oynaya bilmir. Nico Williams'da hər üstünlüyü var. Çünki Nico Williams Bilbao'da karyerasına başlayanda ilk öncə sağ winger kimi oynamışdı. Daha sonra sola keçdi. İndi belə bir oyuncuya sahib olsaq, məncə möhtəşəm işlər görə bilərik. Hücumçu məsələsinə gəldikdə isə böyük ehtimalla biz top səviyyəli hücumçu almayacağıq bu mövsüm. Laporta özü də bildirib ki, Lewandowski-nin əvəz edicisi olaraq Julian Alvarez'i görür, amma onun bu mövsüm komandaya transfer olunması bir o qədər də real görsənmir. Və onu yeni mövsümdən, növbəti mövsümdən 2026-cı ildən sonra transfer etmək istəyirlər. Görək, tək elə də olsun, yəni doğrudan da Alvarez möhtəşəm oyuncudur və məncə bu dəqiqə Barselonada Lewandowski-ni layiqincə əvəz edə biləcək ən ideal oyunculardan biridir. Yəni ikincisini saysaq məncə Gyökeres'i deyə bilərik. Belə dostlar, Nico Williams haqqında öz fikirlərimi bildirdim. İnşallah ki, Nico Williams transferi reallaşar. Çünki buna doğrudan da yaxınıq və doğrudan da gözləyirəm bu transferi. Bu transfer olunsa, bəli, gələn mövsüm komandaya daha çox güvənərəm. Bilərəm ki, daha mübarizəyə davamlı bir komanda olarıq, daha bərk komanda olarıq və daha qorxuducu bir komanda olarıq. Amma hələ heç bir rəsmi açıqlama yoxdur. Ona görə sadəcə olaraq bizdən gözləmək qalır və biz gözləməliyik. Görək nə olacaq. Ümid edirəm ki, komanda bu transferi reallaşdıracaq və bizi sevindirəcək. İndi isə digər məsələlər haqqında danışmaq istəyirəm. Komandada olan digər oyuncular haqqında danışmaq istəyirəm. Onların statusu haqqında danışmaq istəyirəm. Bu dəqiqə komandada cəmi 3 futbolçu var ki, toxunulmazdır. Sizcə bunlar kimlərdir? Bəli, Lamine Yamal, Pedri və Kubarsi. Qalan bütün oyuncular komandadan ayrıla bilər. Bir tək bu 3 futbolçudan başqa. Və bu doğrudan da düzgün qərardır. Bəli, bura Baldeni də əlavə eləyə bilərik, De Jong'u da əlavə eləyə bilərik. Ola bilər Gavi və yaxud nə bilim, kimi deyim, Rafinha'nı deyə bilərik, amma yox. Doğrudan da düzgün qərardır. Məncə bu 3 futbolçudan başqa hər bir oyuncu satmaq potensialımız var və əgər yaxşı təklif gəlsə satıla bilər. Onların yerinə daha maraqlı, daha komandaya uyğun oyuncu almaq olar. Məsələn, bu dəqiqə komandada artıqlıq edən Christensen var deyirlər. Məsələn, mən Christensenin zədəsi olmasa, onun getməyini istəmərəm. Doğrudan da zədəyə meyillidir, okey, razıyam. Amma o adam zədəyə meyilli olmasa, çox ağıllı müdafiəçidir. Və biz bunu mövsümün son turlarında gördük. Adam demək olar 1 ildir futbol oynamırdı. Gəldi mövsümün sonunda 3-4 oyun oynadı. Çox ideal oynadı. Elə bil ki, bu adam zədədən qayıtmamışdı. Yəni 1 ildir zədədə deyildi. Çox ağıllı, IQ-lü futbolçudur. Yəni beyni var Araujo'dan fərqli olaraq. Yerə gəlmişdən Araujo haqqında danışaq. Araujo bu dəqiqə bəlkə Barselonanın heyətində ən zəif oyuncudur. Flick'in gəlişindən sonra ən pis düşüş yaşayan oyuncuların bəlkə bir nömrəlisidir. Biz qabaq bura De Jong'u da əlavə eləyə bilərdik, amma De Jong möhtəşəm comeback elədi. Elə bir futbol oynayır ki, bəlkə De Jong karyerasında belə futbol oynamamışdı bu mövsüm. Doğrudan da ləzzət eləmişdi.
Amma Arauxoda biz bunu görmədik. Arauxo bildiyiniz çöküş yaşayıb dostlar. Yəni bu adam heç cür bu komandanın sisteminə otura bilmir. Və mən başa düşə bilmirəm ki, rəhbərlik niyə bu oyunçunu satmaq istəmir. Başa düşürəm, Arauxo yaxşı müdafiəçidir, fiziki güclü müdafiəçidir. Bəlkə də Arauxo Real Madriddə oynasa, Juventusda oynasa, nə bilim, Premier Liqada hansısa bir komandanın heyətində oynasa, oranın əfsanəsi olar. Amma bu bugünkü Barselonanın sisteminə uymur. Sən onu məcbur öyrədə bilmərsən. Adamın beyni olmalıdır futbol oynamaq üçün. Arauxoda o beyin yoxdur. Bəli, Arauxonu satıb onun yerinə daha ağıllı, daha ayaqla yaxşı oynaya bilən oyunçu lazımdır. Futbol bəzən sırf olaraq belə fiziki göstəricilərlə canavar boydadır, kələ boydadır, bu müdafiəçi canavardır. Oynanda elə dostlar. Cannavaro'nun boyu bu boydaydı, 1.70 boyu var idi. Nə bilim, Puyol'un 1.72 boyu var idi. Və dünyanın ən güclü müdafiəçilərindən sayılırlar. Tarixin ən güclü müdafiəçilərindən sayılırlar. Yəni, əgər sənin bədənin varsa, o söhbətlər var, deyir, qardaş, əsas ürəkdir, yəni burada onun yeridir. O bədən varsa, amma ağıl yoxdursa, o bədənin olmağı önəmli deyil. Gərək ağılın olsun. Və məncə Arauxo satılmalıdır. Christensen qalıb Arauxonu satıb onun yerinə top səviyyəli solaxay müdafiəçi ala bilsək, möhtəşəm olar. Məsələn, Schlotterberg almaq olar, Lisandro Martinez'i almaq olar, Tottenham'dan Van de Ven'i almaq olar. Çox bəyənirəm Van de Ven'i. Özdə Van de Ven'in üstünlüyü bilirsiniz nədir? Van de Ven həm mərkəz müdafiəçisi kimi oynaya bilir, həm sol cinah müdafiəçisi kimi oynaya bilir, həm də dəhşət sürətlidir. Hal-hazırda İngiltərə Premier Liqasında ən sürətli futbolçudur. Təsəvvür edirsiniz? Yəni onu transfer eləyə bilsək çox gözəl olar. Arauxodan danışdıq. Digər oyunçular kimlər satıla bilər? Gavi. Məsələn, mən Gavinin satılmağını istəmərəm. Nəyə görə? Sırf olaraq Barcelona xarakteri olduğuna görə, Barcelonaya qarşı aşırı sevgisinə görə onun satılmasını istəmərəm. Çünki adam komandada tək-tük futbolçulardandır ki, o komandaya görə, Barcelonanın logosuna görə ölümə belə gedər. Sırf belə oyunçular lazımdır komandaya. Amma əgər 70 plus, 80 plus bir təklif gəlsə, Gavini satmaq olar. Çünki Gavi də Flikin sisteminə uymur. O da zədədən qayıtdı. Bəli, onun zədəsi daha ağır idi. Diz bağları qırılmışdı. Yəni ona görə qopmuşdu. Ona görə bir ildir futbol oynamadı və nəzərə alsaq ki, elə bir zədədən sonra bir o qədər də pis oynamadı. Amma hiss olunur ki, Flik sisteminə uymur da bu oyuncu. Amma onu da nəzərə almaq lazımdır ki, Flik bu komandada əbədi qalmayacaq. Və Gavi gənc oyuncudur. Və ola bilər ki, növbəti baş məşqçi gəlib Gavini daha böyük bir futbolçu eləyə bilər. Oyunu onun üzərində qura bilər. Məsələn, Pedri'yə bu aid deyil. Pedri elə bir tip oyuncudur ki, yəni bu dəqiqə istənilən baş məşqçi Pedri ilə oynaya bilər. Elə bir oyuncular var ki, o oyuncu istənilən futbol sisteminə uyur. İstənilən baş məşqçinin oyun filosofiyasına uyur. Bura məsələn Toni Kroos əlavə eləmək olar. Bura məsəl üçün elə Pedri'nin özünü əlavə eləmək olar. Məsələn, müdafiəçi olaraq Van Dijk əlavə eləmək olar. Sağ cinah müdafiəçisi olaraq məsəl üçün Carvajal'ı əlavə eləmək olar. Yəni belə oyunçular çoxdur. Məsəl üçün Julian Alvarez əlavə eləmək olar. Yəni bu tip oyunçular hər bir sistemə uyan oyunçulardır. Məsələn, Julian Alvarez görürdünüz, hücuma meylli, dominant futbol oynayan Manchester City-nin heyətinə necə oynayırdı. Amma oradan gəldi, avtobus futbol oynayan Atletico'nun heyətinə düşdü. Orada lap güclü oynamağa başladı. Yəni bu oyunçularda elə bir sistem formalaşıb ki, hər sistemə uyurlar. Hər sistem bunlar üçün okeydir. Amma bəzi futbolçulara bu aid deyil. Məsəl üçün Gavi kimi oyunçuya bu aid deyil. Gavi məsələn otura bilmir bu sistemə. Hər futbolu oynaya bilmir o. Belə nüanslar var. Misal üçün başqa nə deyə bilərik? Kimlər satıla bilər? Məsələn, mən Pau Torre'dir. Yəni o adam məncə satılmalıdır. Çünki o yarım müdafiədə o qədər yüklənmə var ki bu dəqiqə. Yəni bilmirik kim oynadıq. Pau Torre məncə satılmalıdır. Pau Victor satılmalıdır. Və bunların yerinə biraz orta səviyyəli, əvəzedici yaxşı oyunçular almaq lazımdır ki, rezerv artsın. Yəni Pau Torre və yaxud Pau Victorla biz çox şeyə güvənə bilmərik. Əslində Pau Torre'ni çox bəyənirəm, çox perspektivli oyunçudur, amma onun da bəxti gətirməyib ki, bu dəqiqə o elə bir oyunçularla rəqabət aparır ki, onları heyətdən çıxarması qeyri-mümkündür. Qeyri-mümkündür. Ona görə bəzi oyunçular getməlidir. Və
Bizim yaralı yerimiz Marc-Andre ter Stegen. Son günlər yayılan məlumatlara görə Marc-Andre ter Stegenlə Galatasaray maraqlanır. Yəni doğrudan da Marc-Andre ter Stegen Galatasaraya keçsə mən dəli olaram. Yəni indi belə pismasın Qalatasaraya hörmətsizlik eləmək istəmirəm. Yəni Galatasaray böyük bir klubdur. Amma yəni ter Stegen bu yaşında, yəni bu perspektivlə, yəni bu güclə, bu təcrübə ilə Qalatasaraya keçirsə, yəni biraz doğrudan da mən ona adına layiq deyil məncə. Amma Galatasaray onu komandaya gətirsə, burada Qalatasaraya sadəcə olaraq əl çalmaq düşür. Çünki ter Stegen kimi oyunçunu bu yaşda Türkiyəyə gətirmək, yəni hər şey qoyuram da bir qırağa. Qalatasaraydır, Fənərdir, Beşiktaşdır. Yəni hörmətli böyük klublardır. Amma elə oyunçular heç vaxt yəni bu yaşda ora getməzlər. Özə qapıçı olaraq. Yəni sənə Milandan deyirlər təklif var, Uniteddən, hətta Manchester City-dən belə təklif var. Galatasaray ilə deyir güya razılaşıblar. Bəziləri deyir ki, ümumiyyətlə danışıqlar olmayıb. Yəni bilmək olmur. Həm tam bu haqqda məlumat verilməyib. Amma doğrudan da ter Stegen Galatasaraya getsə mən çox təəccüblənərəm. Yəni inanmaram bəlkə də. Məsələn mən ter Stegeni bu dəqiqə Milana yaraşdıraram. Milanda olar o. Milanda alınar. Milanda qəşəng durar. Misal üçün bəlkə də City-də də pis alınmaz. City-yə də yaraşar. Amma Barsa-da yox. Artıq vaxtı yetişib məncə ter Stegenin getməyinin. Və burada mən sizə bir şey demək istəyirəm. Xahiş edirəm artıq da Rəcəb. Bu ümumiyyətlə Barselona azarkeşlərinə aid deyil. Bura həm Real Madrid azarkeşləri, həm Milan, mən Bavariya, United, nə bilim hamısı. Bütün azarkeşlərə səslənirəm. Bəzən bu futbola duyğusal olaraq baxmayın dostlar. Çox belə duyğusal, belə çox emosional şəkildə baxırsınız bu futbola, bu oyunçulara qarşı belə rəftara. Klub oyunçuya qarşı haqsızlıq eləyir. Onu satmaq olmaz. Neynək 50 yaşda kim oynadaq onu klubda? Yəni bu Barselonadır dostum. Bu Real Madriddir dostum. Və yaxud Bavariyadır. Hər bir top klubun heyətində olan oyunçu maksimum dərəcədə futbol oynamalıdır. Çünki tələblər yüksəkdir. Hər bir oyunçudan tələb edirlər ki, qardaş, bu gerbin, yəni indi gerbi yoxdur, indi cəmaət deyəcək North Face-in şey edirsən, sən reklamını aparsan. Hə, bu gerbin haqqın verməlisən, bütün canını qoymalısan sən bu oyuna. Alınmırsa, bir dəqiqə balaca asyeçka verdinsə, vəsə, öldü söhbət, yaxşı yol. Yəni bu normal bir haldır. Burada deyirik komandanın əfsanəsi zat. Əgər komandanın əfsanəsi özü normal aparmırsa, o deməli əfsanə deyil. Ter Stegen də biraz gicliyi olub da. Ter Stegen gəlib borz deyir ki, "Qardaş, mən Interlə oyunda mən oynamaq istəyirəm. Niyə Şestin oynadırsan?" Gicin biri git, sən 8 aydır futbol oynamırsan. Sən o təzyiqə dözə bilməyəcəksən. Yəni Flick hər halda səndən daha yaxşı bilir də. Deyir, "Yox, mən oynamalıyam." Sən kimsən ki, bunu deyirsən ki, mən oynamalıyam? İndi gəlib deyirsən ki, "Yox, mən komandadan ayrılmaq da istəmirəm, mübarizə aparacam heyət üçün." Ya mənə indi bu dəqiqə komandada 2 dənə top səviyyəli qapıçı nəyimə lazımdır? Juan Garcia indi demirəm də, Juan Garcia belə, "Vau, oyda, qaqaş dünyanın ən yaxşı qapıçısını almışıq. Vau, yaşının cavanlığı." Yox, o deyil, amma perspektivli qapıçıdır. Yəni bu qapıçı bura gəlib ki, əsas heyətdə oynasın ha. O qapıçı burada zamində oturmağa gəlməyib. Ter Stegen deyir ki, mən zamində oturmuram. Bu onda neyniyək? Normalni qapıda da durmursan, okey, o başa düşdük, formada deyilsən, özünə gələcəksən, gəlməyəcəksən, o başqa məsələ. Səbirli olardıq. Amma sən gəlib bu komandada, özdə komandanın kapitanı olaraq belə bir aura yaradırsansa, belə negativ bir atmosfer yaradırsansa, bu düzgün deyil də. Sən gənclərə düzgün örnək olmursan axı. Yəni komandanın əsas kapitanı gəlib komandanın baş məşqçisinə ultimatum qoyursa ki, mən niyə oynamıram, mən oynamalıydım. İndi o Yamal baxıb deyəcək ki, onda mən də sabah deyəcəm ki, belədir, mənim ürəyim belə istəyir, mən belə eləmək istəyirəm. Düzgün deyil də bu. Belə dostlar, indi mövqelər üzrə analiz eləsək, bu dəqiqə məncə komandaya yarım müdafiəyə oyunçu lazım deyil. Məncə fikrimlə razı olarsınız. Bəli, top səviyyəli dayaq yarım müdafiəçisi ala bilsəydik, okey, yaxşı olardı. Amma məncə bu yarım müdafiə xətti də pis deyil. Nəzərə alsaq ki, De Jong'un indiki möhtəşəm forması, Pedri'nin gözəl performansı, stabil oyunu və perspektivli Bernalin zədədən qayıdışı və Casadonun olması bizə gələn mövsüm daha belə pozitiv əhval verir. Yəni daha da ümidlərimizi çox eləyir və hücuma meylli Gavimiz var, Ferminimiz var, Olmomuz var. Yəni Rafinha'mız da var ki, yarım müdafiədə də oynaya bilir hücumçunun arxasında.
Yəni məncə yarım müdafiə xəttinə bir o qədər də fokuslanmaq lazım deyil. Əgər bəli, hansısa oyunçu getdirsə, onun yerinə bəli, normal səviyyəli oyunçu almaq lazımdır. Bu başqa məsələ. Məncə bu dəqiqə köklənəcəyimiz ən önəmli yerlərdən biri müdafiə pozisiyasıdır ki, bura indi bilmirəm, aləm dəyib bir-birinə. Arauxo satılsa, Kundeni məsəl üçün keçirmək olar ortaya, həmişəki doğma mövqeyinə, mərkəzdə oynasın. Sağ cinaha yüksək səviyyəli sağ cinah müdafiəçisi almaq olar. Kimi almaq olar, adam özü də bilmir. Frimpong var idi. Onun üçün Liverpool aldı. Dumfries var. Bilmirəm Dumfries Barsa sisteminə uyar, uymaz. Başqa sağ cinah müdafiəçisi kimi Arnold var idi. Komanda Arnolddan müqavilə imzalamadı. Mən bilmirəm. Yəni Real Madrid Arnoldu pulsuz gətirdi. Halbuki Arnold özü 2022-ci ildə demişdi ki, dünyanın ən böyük klubu Barselonadır. Mən Barselonada oynamaq istəmişəm, simpatiyam var. O gün qayıdıb deyir ki, həmişə arzum var ki, Real Madriddə yox demək mümkün deyil. Bəsdirin da. Ala belə əgər bu belə bu söhbətlərdən yorulmuşuq bizi. Bu neçənci Real Madriddə transfer olunan oyunçudur ki, özün yandırır da. Gəlir 2 il əvvəl bir dənə şəkli videosu çıxır ki, mənim arzum həmişə Barsada olub. Əslində düzün deyib, elə bir şey deyib. Amma Real'a transfer olandan sonra götürün qorxusundan deyə bilmir ki, mən belə şey demişəm. Real Madriddə transfer olmaq hər bir futbolçunun arzusudur. Mən orada oynamaq istəmişəm. Allah, heç olmasa onu demə də. Arnold özdə Real Madriddə transfer olunan zaman mətbuat konfransında da az qala altın qoyurdu. Babat altın qoyurdu. Qayıdıb dedi ki, mən neçə vaxtdır ki, mən bu günü səbirsizliklə gözləyirdim. Sonra qayıdıb dedi ki, yox, həftələr demək istəyirəm. Yəni illər demək istəmirəm. Liverpool azarkeşlərinin o qəzəbinə tuş gəlməmək üçün söhbəti fırlatdı altdan. Bu olmaz da belə də. Modric də belə şey demişdi. Nə bilim, kim də belə şey demişdi. Ramos Real'da oynayanda deyirdi dünyanın ən yaxşı futbolçusu Cristiano Ronaldo'dur. Getdi PSG-yə. Dünyanın ən yaxşı oyunçusu kimdir? Lionel Messi. Ala belə eləməyin də. Yekə kişisiz, sözünüz bir olsun da ala. Hər ağzına gələni danışır ya. Ya Arnold indi belə danışıb danışmamağa başqa məsələ. Prosta mənə siz nə çatmır? Arnold özü neçə illər əvvəl Barselonaya olan sevgisini, simpatiyasını göstərib və Barselona rəhbərliyi heç onun üçün mübarizə belə aparmadı ki, azad agent kimi onu gətirək də komandaya. Yəni bilirəm, Arnoldun indi müdafiə olunması, müdafiə cəhətdən oyun stili bir o qədər də o deyil. Amma ən azından hücuma olan köməyi, bir əlavə köməkçi kimi möhtəşəmdir Arnold. Çox möhtəşəm ötürmələri var. Özdə onun uzaq ötürmələri, dalin ötürmələri dəhşət bir şeydir. Elə bir sağ bek mən görməmişəm ki, elə ötürmələr versin. Yəni belə oyunçunu dəyərləndirmək olardı da. Real onu götürdü, havayı qapdı. Sağlıqlarına qismət. Real Madrid Mastantunla aldı. Ayda Mastantunla ötürü ölürdüm də mən. Çox qəşəng oyunçudur. İnan bilmirəm Realda tutacaq o, tutmayacaq. Amma tutsa dəhşət bir şey olacaq. Çox qəşəng oyunçudur, sevirəm onu. Nəysə dostlar, məndən bu qədər. Ürək sözlərimi dedim. Yəni hələ ki belə çox məlumatlar yoxdur, danışılası mövzularımız yoxdur. Transferdə eləmirik ki, o oyunçu haqqında biraz geniş danışaq, o oyunçu nə edəcək, nə etməyəcək, özümüzə təsəlli tapırıq belə videolarla. İndi inşallah görək nələr olur. Məni Instagramda, TikTokda da izləyin ki, qısa videolardan biləsiniz ki, hal-hazırda vəziyyət nə yerdədir. Ona görə hamınızı öpürəm. Yenidən təkrar edirəm, kanalı izləməyi unutmayın, videonu bəyənməyi unutmayın. Zınqırovu da basın. Viska Barsa, Viska Kataloniya.